Martın 21-də Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları Komandanlığının Lənkəran sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryad tərəfindən sərhəd xəttinə yaxın ərazidə pilotsuz uçuş aparatı səsi eşidilib. Bir qədər sonra isə avtomobillə həmin istiqamətdə hərəkət edən 2 nəfər naməlum şəxs müşahidə olunub. Bununla bağlı Dövlət Sərhəd Xidməti məlumat yayıb. Bildirilib ki, sərhəd zastavası dərhal silaha komandası ilə qaldırılıb və xidməti ərazi qapadılıb. Keçirilmiş sərhəd axtarış və əməliyyat tədbirləri nəticəsində avtomobilin hərəkəti məhdudlaşdırılıb. Abşeron rayonu Saray qəsəbəsi sakinləri 2000-ci il təvəllüdlü Qurbanov İlqar Nuhbaloğlu və 1985-ci il təvəllüdlü Məhərrəmov Neymət Mollağoğlu şübhəli şəxs qismində saxlanılıb. Nəqliyyat vasitəsinə baxış keçirilərkən ümumi çəkisi 6 kiloqram 354 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb. İlkin dindirilmə zamanı saxlanılan şəxslər İran ərazisindən PUA vasitəsilə atılan narkotiki götürmək məqsədi ilə gəldiklərini etiraf ediblər. Fakt üzrə əməliyyat istintaq tədbirləri davam etdirilir.